Yeni keçsin, ötüşsün illər, tapdım öz yerimi bu həyatda mən. Yenidən dünyaya gəlsəydim, əgər doğulmaq istərdim Sumqayıtda mən. Bugün Sumqayıtın yalnız ilklərindən danışacağam. Xoş gördük sizləri, dəyərli izləyicilər. Sumqayıtın ilk müəssisəsi İstilik Elektrik Stansiyası sayılır ki, onun təməli 1939-cu ildə qoyulmuş, 1941-ci ildə isə işə salınmışdır. Sumqayıtın ilk təhsil ocağı olmuş bu məktəb 1946-cı ildə yaradıldıqda Bakının Sumqayıt rayonunun 145 sayılı məktəbi olaraq qeydə alınmışdı. Hal-hazırda təbiət elmləri təmayüllü gimnaziya kimi fəaliyyətdədir. Sumqayıtda ilk mədəniyyət ocağı, energetikın tarixi 1949-cu ildən hesablanır. Cəlil Məmmədquluzadə adına kitabxana filialının yerləşdiyi ünvana gəlmişəm. Hansı ki, 1949-cu ildə yenicə şəhər statusu almış Sumqayıtın ilk kütləvi kitabxanası olaraq yaradılmışdır. Sumqayıtın aynası, ilk mətbu orqanı olan Sumqayıt qəzeti 1952-ci ildə Sosialist Sumqayıtı adı altında dərc olunmuşdur. Sumqayıtın ilk musiqi beşiyi, bir nömrəli məktəbin tarixi 1954-cü ildən hesablanır. Məktəb hal-hazırda böyük bəstəkar Qara Qarayevin adını daşıyır. Sumqayıtda ilk park yaradıldı, Mədəniyyət və İstirahət Parkı. 1978-ci ildə parka böyük filosof, şair İmaməddin Nəsiminin adı verildi. ...1955-ci ildə Sumqayıtda ilk kinoteatr olan Vaqif Kinoteatrı istifadəyə verildi. Həmin kinoteatr bu ünvanda yerləşirdi. Kinoteatr Sıldırım Təpələr adlı kinofilmlə öz ilk tamaşaçılarını qəbul etmişdi. Sumqayıtın ilk tibb ocağı, Birləşmiş Şəhər Xəstəxanası 1955-ci ildən ilk xəstələrini qəbul etmişdi. Xəstəxana hal-hazırda təcili tibbi yardım xəstəxanası kimi fəaliyyətini davam etdirir. Sumqayıtda ilk
abidə 1957-ci ildə dövlət rəhbəri Vladimir İliç Leninin şərəfinə bu ərazidə ucaldılmışdı ki, həmin heykələ Şamil Mahmudbəyovun 1972-ci ildə Vidadi Babanlının senarisi əsasında lentə aldığı Həyat Bizi Sınayır filmində aydın görmək mümkündür. Həmin filmdə Sumqayıtın ilk mədəniyyət sarayının inzibati binasına da rast gəlinir ki, bina 1958-ci ildə istifadəyə verilmişdir. Hal-hazırda Sumqayıt Dövlət Dram Teatrının binası kimi fəaliyyətdədir. Teatrdan söz düşmüşkən, Sumqayıt Dövlət Dram Teatrı 1969-cu ildə ilk açılışını Mirzə Fətəli Axundovun Müsyo Jordan və Dərviş Məstəli Şah məshəkəsinə müraciət etməklə ilk tamaşaçılarını qəbul etmişdir. Şəhər İcra Hakimiyyətinin binası. Bina 1959-cu ildə Sumqayıt Şəhər Komitəsinin inzibati binası olaraq istifadəyə verilmişdir. Kinorejissor Əjdər İbrahimbəyov 1958-ci ildə lentə aldığı Onun Böyük Ürəyi filminin sonunu bu ərazini göstərməklə bitirir. Uşaqlarımız böyüdü, şəhər də onlarla bərabər böyüyüb artdı. Mənim hələ uşaq vaxtdan tanıdığım səmayənin dərdi unuduldu. Dostlar, həmişə belə olur. O yerdəki tikinti gedir, həmişə toz, torpaq və zirzibil olur. Bəzən toz, torpaq gözəl bir binanı yaraşıqdan salır. Ancaq vaxt keçir, tikinti qurtarır, toz yaxır, zibil daşınır. Qəşəng bina öz gözəllik və yaraşığı ilə insanları sevindirir, əsrlər boyu yaşayır. 1959-cu ildə isə Sumqayıtın ilk və son radio verilişləri şəbəkəsinin ilk verilişi efirə çıxdı. Sumqayıtda ilk elektrik qatarı 1958-ci ildə, ilk tramvay 1959-cu ildə, İlk trolleybus isə 1961-ci ildə işə düşmüşdü. ...1961-ci ildə Sumqayıtda ilk mikrorayonun təməli qoyuldu. Birinci mikrorayonu. Sumqayıtda ilk və yeganə ali təhsil ocağı olan Sumqayıt Dövlət Universiteti 1962-ci ildə istifadəyə verilmişdir.
İlk stadionu sayılan inşaatçıların tarixi 1954-cü ildən hesablanır. 1966-cı ildə yaradılmış Mehdi Hüseynzadə adına şəhər stadionu Sumqayıtın idman şərəfini qoruyan əsas məkanlardan biridir. Sumqayıtla birgə nəfəs alan Sumqayıtın Tarixi Muzeyi 1967-ci ildə 1113 sayda eksponatları fonduna daxil etməklə ilk ziyarətçilərinə qapılarını taybatay açdı. ...1980-ci illərdə Sumqayıtda uşaq və yeniyetmələri bir araya toplayacaq şahmat məktəbi yaradıldı ki, həmin məktəb bir vaxtlar arxada gördüyünüz binada fəaliyyət göstərmişdir. ...1992-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında Rəhman Qəhrəmanovun nəşi torpağa tapşırıldı. O, burada uyuyan ilk şəhidimizdir. Sumqayıtın ilk şəhidi isə Adil Abbasovdur ki, o 1992-ci ildə daşaltı əməliyyatı zamanı əlindəki qumbaranı partladaraq qəhrəmancasına həlak olmuşdur. Sumqayıtın idman şərəfini qoruyan daha iki ünvan. 2008-ci ildə istifadəyə verilmiş Paralimpiya və 2011-ci ildən fəaliyyət göstərən Olimpiya idman kompleksləri. Fransanın Paris, İspaniyanın Madrid şəhərlərində xüsusi mükafatlara layiq görülmüş Sumqayıt bulvarı 2016-cı ildən etibarən Sumqayıtlıların əvəzolunmaz istirahət məkanıdır. İldən etibarən fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi Ulu Öndər irsinin layiqli təbliğatçısı, təşviqatçısıdır. Sumqayıt Muğam Mərkəzi xüsusi ornamentləri ilə göz oxşayan bu bina 2019-cu ildən Sumqayıtlıların ixtiyarındadır. Sumqayıt hər bir sahədə əsrləri yola salmış şəhərlərə örnək olacaq bir şəhər.